Aha, deməli, birinci başlayırıq natural ədədlər bölməsindən. Natural ədədlər nəyə deyilir? Əşyaları saymaq üçün istifadə etdiyimiz ədədlərdir. Hansı ki, bunlar sıfırdan başlayır, ta ki 9-a qədər davam edir. Mənfi 2 qələm deyə bilmərəm, 5də 1 qələm deyə bilmirəm, düzdür? Çünki bunlar natural ədəd deyil. Natural ədədlər, yəni normalda, ümumiyyətlə rəqəmlər, amma natural ədədlər birdən başlayır, sonsuza qədər davam edir. Yəni bunu belə göstərə bilərik. Bəli. Bərabərdir, birdən müsbət sonsuzluğa qədər. Natural ədədlər iki yerə ayrılır. Tək və cüt ədədlər. Artıq bunları mən tez-tez deyim, çünki bilirik. 1, 3, 5, 7, 9 tək ədədlərdir. 2, 4, 6, 8 isə cüt ədədlərdir. Və son iki yerə ayrılır. Necə? Biri olur sadə, biri olur isə mürəkkəb natural ədədlər. Sadə ədədlər özünə və birə bölünənlərdir. Mürəkkəb ədədlər isə ikidən də daha çox böləni olanlar. Məsəl üçün, sadə ədəd biri olsun 7. 7 həm 1-ə bölünür, həm də 7 özünə bölünür, düzdür? Başqa böləni var bunun? Yoxdur. Amma məsəl üçün, deyirəm ki, 8. 8 həm özünə bölünür, həm 1-ə bölünür, həm 2-yə bölünür, həm 4-ə bölünür. Deməli, bunlar da olur mürəkkəb ədədlər. Sonra bir də testlərdə məsəl üçün düşür, ardıcıl natural ədədlər deyəndə yazırsan n plus 1, n plus 2 və s. 2 artırırsan, 1 artırırsan. Amma ardıcıl cüt desə, ardıcıl tək desə, bunlar bilirik ki, 2 artır. Yəni, məsəl üçün, n burada tək də olsa və ya n cüt də olsa, olacaq n plus 2, n plus 4, n plus 6 və s. Sonra, qarşılıqlı sadə ədədlər nədir? Yəni ortağı, böləni yalnız 1 olan ədədlərdir. Məsəl üçün, deyirəm ki, tutaq ki, 34, 35. Bax, bunlar qarşılıqlı sadə ədədlərdir. Yəni, bunların ortaq bölündüyü hər hansı bir ədəd var? Yoxdur. Məsəl üçün, 7, 18 deyirəm. 7 sadədir, 18 sadə deyil ki, mürəkkəbdir. Ancaq bunlar qarşılıqlı sadə ədəddir. Yəni, 7 ilə 18-in eyni zamanda, eyni anda bölündüyü hər hansı bir ortaq ədəd yoxdur. Düzdür? Və bunlar da qarşılıqlı sadə ədədlər cütüdür. Sonra testlərimizdə işləyəcəyik. Mərtəbə vahidlərinə görə açılış. Məsəl üçün, deyirəm ki, A, B, C. Bu olur təklik, bu olur onluq, bu da olur yüzlük. Bax, yüzlük deyəndə 100 ağzından çıxır. 100-ü aya vururam, olur 100-a, plus onluq deyəndə ağzından 10 çıxır. Yəni, onu B-yə vuracam, olacaq 11. Heç deyəndə 1 nəzərə tuturam. 1. 1-i C-yə vuracam, olacaq C. Bax, bunun açılış forması da bu formadadır. Bir də, məsəl üçün, testlərdə qarşıma çıxa bilər. Biri var unikal, biri var palindrom ədədlər. Palindrom ədədlər tərsdən də, düzdən də oxunuşu eyni olanlardır. Məsəl üçün, 232. Bax, bu formada da oxusam 232 oxuyuram, tərsini oxusam da 232-dir. Bu, palindrom ədədlərlə bərabər palindrom söz də olur. Məsəl üçün, ana sözü. Bax, tərsdən də, düzdən də oxusam ana oxunur, düzdür? Bu palindrom ədəddir. Unikal ədəd isə bütün rəqəmlərin fərqli olan. Bax, məsəl üçün, bu unikal ədəd deyil. Bütün rəqəmlərin fərqli deyil. Amma məsəl üçün, 123 yazsam, bu unikal ədəddir. Çünki bütün rəqəmlərin fərqlidir. Bu isə də aydın oldu. Sonra bizim qaydalarımız var. Yəqin ki, bunu bilirik. 7-ni məsəl üçün, tutaq ki, 0-a bölsəm, 0-a bölünmə əlaməti var, 0-a bölünmə əlaməti yoxdur. Ancaq mən 0-ı 5-ə bölə bilərəm və yaxud da ki, 0-ı 6-ya, 6-nı 0-a vura bilərəm. O zaman bunlar 0 eləyəcək. Aydındır? Sonra ədədə bölünmə. Məsəl üçün, 2 hansı ədədlər bölünür? Bütün cüt ədədlərin hamısı 2-yə bölünür. Rəqəmlərinin cəmi 3-ə bölünürsə, bu ədəd 3-ə bölünür. Son 2 rəqəmi, bunlar əzbərdir. Son 2 rəqəmi 4-ə bölünürsə, bu ədəd 4-ə bölünür. Məsəl üçün, tutaq deyirəm, məsəl üçün, 73, 16. Bax, son 2 rəqəmi 4-ə bölünür, düzdür? Deməli, bu ədəd də ümumilikdə 4-ə bölünmüş olacaq. Rəqəmlərinin, sonu 0-la və 5 ilə bitən ədədlər 5-ə bölünür. Sonu 0-la bitənlər 10-a bölünür. Bəs yaxşı, 6-ya hansı ədədlər bölünür? Artıını parçalayıram, 2 və 3 kimi götürürəm. Sonu həm cütdən bitməlidir, həm də rəqəmlərinin cəmi 3-ə bölünməlidir. Bu iki şərti ödəyən 6-ya bölünmüş olur. Məsəl üçün, bax, 432 deyirəm. Bax, sonu cütdürsə, bu 2-yə bölündü. Görə rəqəmlərin cəmi də 3-ə bölünürmü?
4-ün üzərinə 3 gəlirəm 7, üzərinə 2 gəlirəm 9. 9-u 3-ə bölünür, düzdür? Deməli, həm rəqəmlərin cəmi şərti ödəndi, həm də sonra cüt oldu. Deməli, bu ədəd ümumilikdə 6-ya tam bölünür. Aydındır? Bəli, müəllim. Ay, sağ ol. Sonra bu il TOPİQ-ə yeni suallar əlavə olunub və burada da ən çox qalıqlı bölmələrdən istifadə olunub. Qalıqlı bölmələrdən də biz hansı şərtləri bilməliyik? Və məsəl üçün orada ilk səhifədə ikinci sütunda 2-3 dənə yeni suallar əlavə olunmuşdu. Və ümumiyyətlə, məsəl üçün A-nı B-yə bölsəm, C, buradan alıram qalığı. Burada A nəyə bərabərdir? A bərabərdir. Mən B-ni C-yə vuram, üzərinə gəlirəm qalığı. Məsəl üçün, deyirəm ki, 15 bölünsün 2, 7 düşür qalıq 1, düzdür? Burada 15 nəyə bərabərdir? Bax, 2-ni 7-yə vuram, üzərinə gəlirəm 1. Ortada duranları vururam, üzərinə gəlirəm qalığı. 15-i verdimi bizə? Bəli. Ay, sağ ol. Və unutma ki, buradakı duran B, bax, yeni düşən suallarda və bu şərt bizə lazım olur. Hansı ki, bu şərt. B, yəni bölən, həmişə qalıqdan böyük olmalıdır. Və bu şərti yadında mütləq ki, saxla. Bu bizə ipucudur o yeni çıxan testlərdə. Bunların da oxunuşu bilirsən də. A nədir? Bölünən, B bölən, C natamam qismət, qıda qalıq demək, düzdür? Yəni bölən. Həmişə qalıqdan böyük olmalıdır. Aydın oldu bu hissədə? Silim? Bəli. Ay, sağ ol. Sonra sadə qruplara ayırma qaydasını bilirsən? Bəli. Məsəl üçün, 36-nı 2-yə, Ay, sağ 18, ol. 18-i 2-yə, 9, 9-u 3-ə, 3, 3, 3-ə 1. Ay, sağ ol. Əla. Bax, biri var sadə bölənlərin sayı. Biri var sadə vuruqların sayı. Bir də var müxtəlif sadə vuruqların sayı. Bunlar nədir? Sadə bölənlərin sayı deyəndə 2 ilə 3-ü götürürük. Ay, sağ ol. Yəni, hərəsindən birini götürürəm. Yəni, oldu 2 dənə. Sadə vuruqların sayı deyəndə 2-ni 3-ə vuracağıq, 6. Müxtəlif sadə ilə də yenə Vuruqların sayını 2-ni 3-ə vurursan. yox, sadə vuruqların sayı deyəndə Hamısını götürürəm. hamısı Yəni, 36 hamısını vuruqları hansı götürürük. var? 4 dənədir. 2, 2, 3, 3, 4. Müxtəlif Bəli, sadə müxtəlif vuruq, elə sadə. hə, bax, müxtəlif sadə vuruq elə sadə bölən deməkdir. Bunlar eynidir. Hə, mən deyəcəkdim elə, hə, elə Hə? oldu. Ay, sağ ol. Əla. Biz yaxşı, natural bölənlərin sayı nədir? Natural deyəndə müəllimə, natural deyəndə 2 Birincisi, bax, yazıram M bərabərdir. Bu hissə 2 var. Gətirirəm qüvvət formasında. Yazaram mı bunu? 2 üstü 2 vurulsun 3-ün kvadratı. 2-nin kvadratı vur 3-ün kvadratı formasında yaza bilərəm. bəli. Ay, sağ ol. Onda natural bölünənlərin sayı yəni M bərabərdir. Qüvvətlər 2 var. Onların üzərinə 1 gəlirəm, vururam. Yəni, bax, buradakı 2-nin üzərinə 1 gəlirəm, vururam. Bir də buradakı 2-nin üzərinə 1 gəlirəm. Olacaq 3 vurulsun 3, yəni 9. Aydındır? Bəli. Tam bölənlərin sayı isə natural bölənlərin sayının 2-yə vurulmasıdır. Natural bölənlərin sayını almışdım 9. 9-u da 2-yə vururam, aldım 18. Bəli, mən başa düşdüm. Aha. Kim eləyirsən bunları? Bir dənə onu skrin elədim. Hə, onsuz videoya yazın. Yazan kimi atıram YouTube-dan, sonra atacağam sənə. Sonra gəlirəm Video Əbub yazın. və hə? O yazanda mənə də ata bilərsiniz. Hə, atacağam. İndi də ekranı yazıram. Amma elə yazmışam ki, sən düşməyəsən. Bir evdə problem olar deyə. Hə, çox sağ ol. Hə. Deməli, əbob və küp nədir? Əbob nədir? Əbob ən böyük ortaq bölənlərin sayı. Küp də ən kiçikdir. Bax, testlərdə məsəl üçün, əgər misallar, məsələ verirsə, əbob və əkubun özünə uyğun ipucları var. Məsəl üçün, əbob deyəndə ən çox deyirsə, bərabər deyirsə, eyni deyirsə, bil ki, burada bizdən əbobu tapmağımızı istəyir. Amma əkub deyirsə, ən az deyir, ən az, ən qısa, ən yaxın, sonra müxtəlif deyirsə, çeşiddə deyirsə, üst-üstə düşən, üst-üstə düşən deyirsə, burada bil ki, bizdən əkubu tapmağımızı istəyir.
İndi, Hı hı. əbab əçobu tapmağı bacarırsan? Bəli, müəllimə. Məsəl üçün deyirəm ki, əbob 32 48. Bir də deyirəm ki, Hı hı. əkob 32 48. Bax, bir də var. Bunları sadə vurub ayıraq Vəfa. Axutun varsa. Yox. Bir də var ki, məsəl üçün Hə. 32-ni parçalayıram, 48-ə parçalayıram. 32-ni mən 16 vur 2 formasında yaza bilirəm. Bəli, müəllimə. Bax, 48-i yazıram 16 vur 3 formasında. Düzdür? Gördün nə sayda oldu? Bəli, Əbob nədir? Əbob onların ortağı demək, düzdür? Bax, hər ikisində ortaq bəli. olan 16-dır. Onda əbob nəyə bərabər olur? 16-ya. 16. Ay, sağ ol. Bəs əkob nədir? Əkobda ən böyüyünü götürürəm. 32 və 48. Ən böyük 48-dir, düzdür? Bəli. Qarşı tərəfdə 48-in içərisində olmayan hansıdır? 2-dir. Ən böyük ədəd Hı hı. 48-i vururam 2-yə. Bu da bizə verir 96. Gördün, daha sadədir. Bəli, başa düşdüm. Bu üsulu bilirdin, Bəli, müəllimə. Xeyr, müəllimə, bilmirdim. amma yadda saxla, bu daha səmərəlidir düşünürəm. Mama, məni çağırırsan, dərsdəyəm. Hə, buyurun müəllimə. Səsin də getdi YouTube-a. Hə, heç nə olmaz, olan iş nə olacaq? Yaxşı. Sonra gəlirəm, deməli, əbob haqqında biraz danışmağa. Qarşılıqlı sadə ədədlərin əbobu nəyə bərabərdir? Məsəl üçün, deyirəm ki, 7, 15. Görürsən, qarşılıqlı sadə ədədlərdir. Bunların əbobu bərabər olur 1-ə. Amma qarşılıqlı sadə ədədlərin əkobu, məsəl üçün, 7, 15. Onların hasilinə bərabərdir. Yəni, 7 vurulsun 15-ə. Aydındır? Bunları əzbərləyirsən. Bəli, Sonra, müəllimə. əbobda əgər bir ədəd digərinə bölünürsə, məsəl üçün, deyirəm ki, əbob 8, 16. Görürsən, 16 8-ə tam bölünür. Yəni deyirik ki, əgər bir ədəd digərinə tam bölünürsə, o böyükdür axı. Burada kiçiyini götürürük. Yəni əbob deyəndə kiçiyini götürürük, əkob deyəndə böyüyünü götürürük. Aydındır? Yenə deyirəm ki, əgər bir ədəd Bəli. digərinə tam bölünürsə, o zaman əkobda isə böyüyünü götürürük. Aydın olmayan hissə nə qaldı burada? Heç nə müəllimə, başa düşdüm. Ay, sağ ol. Sonra birazdan əlavə düsturlar var. Hansı ki, bu qayda kitabında da var. Deməli, əbob, AB, yəni eyni ədədlərin həm əbobu, həm əkobunun hasili, həmin o ədədlərin hasilini bizə verir. Sonra, əkobun da düstur var. Əkob, AB bərabərdir kök altında ABC-yə. Əbob, AB isə bərabərdir kök altında AB bölünsün C-yə. Sən də burada ortaq olmayanlardır. Hansı ki, bayaq yazmışdıq, məsəl üçün 16 vur 2, 16 vur 3. Ortaq olmayanlar hansılardır? Məsəl üçün, bu hissədə ortaq olmayanlar 2 ilə 3-dür. Və odur. Aydındır? Bəli. Ay, sağ ol. Deyə, bizim dərsimiz, bax, izahımız budur. İndi evə verəcəyim testlər haqqında biraz izahlar verim. Məsəl üçün, bax, birinci testin tapşırığında. Bax, bunu necə yazırıq? Ekranı görürsən? Bəli, müəllimə. Aha, biraz bunu qısaldım. Məsəl üçün, deyir ki, ifadələrdən hansının qiyməti n-in bütün natural qiymətlərində təkdir. Mən axı burada bilmirəm, n tək ədəddir, yoxsa cüt ədəddir. Ona görə n-in bir dəfə yerinə tək qiymət qoyuram, məsəl üçün 1 qoyuram. Bir dəfə də n-in yerinə cüt qiymət qoyuram, məsəl üçün 2 qoyuram. Variantlara başlayıram yerinə qoymağa. Görüm n-in hansı qiymətində ifadə tək alınır. Məsəl üçün, A variantına Birincidə yoxlayıram. 0 alınır. Aha, 1-in kvadratı 1, 1-dən 1-i çıxıram 0. Sonra, indi A-nın yerinə, B-nin yerinə 1 qoyum. 1-in kvadratı 1, 1-in üzərinə 1 gəlirəm, 2. 3 olur. Sonra, C variantında n-in yerinə 1 qoysam, 2 üstü gəl 3, olacaq 5. 3. Sonra, bəli, D Y variantında, variantıdır. aha, sonra D variantında olacaq yenə 2, Y variantında olacaq 2 plus 2 olacaq 4. Niyə? Niyə Y variantı oldu ki? 1-in kvadratı
1, 1-i 2-yə vururam 2, 200-dən 2 gəlirəm 4 eləyir axı. Bax, indi mən baxdım Hamısı ki, cüt olur axı. amma S 5-dir. İndi mən burada N-in tək qiymətini birinci qoymuşdum. Bir ekrana bax. Hə, Baxırsan? Bax, burada mən birinci N-in tək bəli. qiymətini qoydum. Variantlar bu formada alındı. İndi başlayıram N-in cüt qiymətini qoymağa. Yəni N-in 2 qiymətini qoyub hesablayıram. Gör mən üst-üstə düşən hansında tək qiyməti alır. İndi 2-ni qoyuram yerinə. 2-nin kvadratı 4, 4-dən 1-ni çıxıram 3. A variantında aldım təki qiymətini 3. Sonra B variantında 2-nin kvadratı 4, üzərinə 1 gəldim 5. C variantında 2-nin kvadratı 4, 4-ü 2-yə vururam 8, 8-i 3 gəlirəm 11. D variantında 2-nin kvadratı 4, 4-ü 2-yə vuraram 8. Y variantında 2-nin kvadratı 4, 4-ü 2-yə vuraram 8, üzərinə 2 gəlirəm 10. İndi ekrana bax gör, hansı variantda həm tək qiymətində, həm cüt qiymətində bu ifadə tək qiymət aldı. Hansında oldu? Bax, Vəfa, və ekrana bax. Bax, məsəl üçün, N-in yerinə 1 qoyanda 0 aldım A variantında. N-in yerinə cüt qiymət qoydum, 3 aldım. Baxın, 0 tək qiymət deyil, demə A variantı deyil. B variantında N-in yerinə tək qiymət qoyanda 2 alıram. Cüt qiymət qoyanda 5 alıram. Axı deyir ki, N-in istənilən qiymətində bu ifadə tək qiymət olmalıdır. Axı 2 tək deyil. Bu getdi. D variantında N-in yerinə 1 qoyanda 2 aldım. Cüt qiymət qoyanda 8 aldım. Axı bu tək qiymət deyil. D variantı getdi. N-in yerinə tək qiymət qoydum 4 aldım. Cüt qiymət qoydum 10 aldım. Getdi. Amma C variantına bax. Tək qiymət qoyanda da tək qiymət aldım. Cüt qiymət qoyanda da tək qiymət aldım. Deməli, N-in istənilən qiymətində C variantı həmişə tək qiymət olur. Başa düşdüm. Ay, sağ ol. İndi hər misaldan bir tipin izahını verəcəm. Sonra 8-ci sualda. Bax, bayaq dediyim mərtəbə vahidlərinin açılışı necə idi? Eləyim bunu mən. D, 100A üstə aha, gəlsin 10B, aha, üstə gəlsin deməli tək 7, 7 aha, çıxılsın 10A, çıxılsın 1B, yəni B. aha. Belə. Bərabərdir 133-ə. Hesablayıram. 100A-dan 10A-nı çıxsam 90A, 10B-dən B-ni çıxsam 9B, bərabərdir. 133-dən də 7-ni çıxsam neçə eləyəcək? Onda 4-ün çıxanı 126. 126. Ay, sağ ol. Ortaqların mötərizə xaricini çıxarsam, 9-u çıxartsam qalacaq 10A plus B bərabərdir 126-ya. 10A plus B bərabərdir. 126-nı 9-a bölsəm, alıram 14-ü. Düzdürmü? Bax, bu deyir Evet. ki, A, B-nin cəmi. Bax, bu 10A plus B bizim nəyimizdir? Mərtəbə vahidlərin açılışıdır. Bax, A, B-nin açılışı deyil 10A plus B. Evet. Deməli, bu AB bizə 14-ü verir. A 1-dir, B də 4-dür. Bizə də A ilə B-nin cəmini istəyir, olacaq 5. Başa İndi harası aydın olmadı, üstündən keçin. başa düşdüm. Ay, sağ ol. Sonra baxın görək fərqli, yeni tipli suallardan, bayaqki suallar. Bax, 16. 16 yeni tipli sualdır. Hər misaldan bir deyim ki, evdə rahat işləyə biləsən. 16, 17, sonra 18, 19 və bunlar yeni tipli suallardır. İndi 16-ya bax. Gör nə deyib bizdə. Deyir ki, A və B natural ədədləri üçün C bərabərdir A minus 5, 3B plus 1. Tək qiymət olarsa. Yəni, bu C təkdir. İki ədədləri bir-birindən vurub tək qiymət alır. Nə zaman alınar Vəfa? Gərək bax bu ədəddə, yəni A minus 5 mötərizənin içərisində tək qiymət olsun. 3B plus 1 olan mötərizənin içərisində tək qiymət olsun ki, bunların hasili bizə tək qiymət versin. Onda bir qoya bilərik ən qısa rəqəm olaraq. Yoxsa? Yox. İndi bax gör. Mən burada A minus 5-i tək qiymət almalıyam. 3B plus 1-də fikirləşib tək qiymət almalıyam. Amma nə deyir? Deyir ki, misalda A və B natural ədəd olmalıdır. A-ya 7 qoyuram. Yox. İndi bax, niyə olmur?
Deyir ki, ekrana bax dənə mən yazanda. Deyir AB-nin Bəli. ən kiçik qiymətini deyir tap. Və bu AB-nin ən kiçik qiymətini tapmaq üçün gəl mən bu A-nın da, bu B-nin də ən kiçik qiymətlərini ona verim. Aydın 3. olub? Ay sağ ol. İndi səncə mən bu A-nın yerinə ən kiçik hansı qiyməti qoysam cavab tək olar. A-nın yerinə 6 qoysam, yəni 6 çıx 5 1 olur da. Bir də ən kiçik tək qiymət deyil. Bəli, bəli, bəli. Bax sən bayaq dedin ki, məsəl üçün A-nın yerinə 1 qoysam, 1-dən 5-ə çıxsam olur -4. Axı -4 natural ədəd deyil. Düzdür? Bəli. Ay sağ ol. Deməli ən kiçik A-nın yerinə 6 qoysam, ən kiçik natural ədəd alaram. Bəs indi sən fikirləş gör, B-nin yerinə ən kiçik hansı qiyməti qoysam, bu ifadə ən kiçik tək ədəd alınır. Bax məsəl üçün B-nin yerinə 1-dən başla. B-nin yerinə 1 qoysam, 3-ü vuracam 1-ə 3, üzərinə 1 gəlsəm olacaq 4. Axı 4 bizə cüt ədəd verir, tək deyil. Düzdür? Hı Onu -hı. mən B-nin yerinə demək 1 yazdım, olmadı. Nə qoymalıyam yerinə? 2. Ay sağ ol. 3-ü 2-yə vursam 6, üstə 1 gəlsəm 7. Deməli B-nin də ən kiçik 2 qiymətində mən tək qiymət alıram. Düzdür? Bəli. İndi mənim ayım 6 oldu, B-yim də 2 oldu. Bunların hasilini tapıram. 6 vurulsun 2 bizə verdi 12. Aydındır? Bəli, müəllimə. Super. Əla. Başa düşmədiyin hissə olanda təkrar sual ver mütləq. Yaxşı, başla. Sonra 17-ci suala gəlirəm. Bax, bu da təzə suallardandır. 2A plus B plus C bölünsün 8 bərabərdir 50-yə. İndi fikir ver məsələdə. Bizdən nəyi istəyir ən sonda? B-nin ala biləcəyi ən böyük qiyməti istəyir. Bax, B-nin ən böyük qiymətini istəyir bizdən. Düzdürmü? Bəli. Bax, mən burdan, bax bizdə məsələdə gör, nəyi istəyirsə, tənlikdə onu tapmalısan. Məsəl üçün, B-nin ən böyük qiymətini deyirsə, mən B-ni tapıram tənlikdən. B nəyə bərabərdir burada? 50 çıxılsın 2A-ya, onunla çıxıram C bölünsün 8-ə, düzdürmü? Bəli. İstəyirsən mən yazanda ekranı yaxşı görmürsən, prosta mən burada yazanda sən daha yaxşı başa düşəcəksən. Orada heç nə yazmırsan deyə biraz qaranlıq qalar. Yaxşı görürsən ekranı? Bəli, Bax, görürəm. telefonu biraz böyüt, belə zoom elə əlindən. Onu yaxınlaşacaq ekran. Çox. Eləyə bildin? Bəli. Aha. Bax, bizdən deməli, əgər B-ni istəyirsə, B-nin ən böyük qiymətini istəyirsə, mən bu tənlikdən B-ni tapdım. İndi fikir ver, uşaqlarla qarışdırıb mehriban deyəcəkdim, Vəfa. İndi Vəfa fikir ver, bax burada B-nin ən kiçik qiymətini almaq üçün, deyək bax bu ifadə var ha, bax bu bərabərliyin sol sağ tərəfi. Mən bunun da ən kiçik qiymətini tapmalıyam. Yəni A-nın da ən kiçik qiymətini tapmalıyam, C-nin də ən kiçik qiymətini tapmalıyam. Və mütləq ki, bu kəsr hissəsi var ha. Bax bu C bölünsün 8 hissə. Mütləq kəsrdən azad olmalıdır. İndi mən C-nin yerinə hansı ən kiçik qiyməti qoysam bu kəsrdən azad olar? 8. Ay sağ ol. 8-i aşağını qoysam, yəni kəsr olduğu kimi qalır. Amma C-nin yerinə 8 qoysam, 8-i böləcəm 8-ə alacam 1. Bəs A-nın hansı ən kiçik qiymətini qoymalıyam ki, bu ifadə ən kiçik qiymətini alsın? A-ya nə verə bilərəm bəs? A-ya 1 verək. Ay sağ ol. Çünki məsəl üçün 2, 3, 4 versəm, təbii ki, 2-yə vuranda daha böyük qiymət olur. Bunun daha az qiymət olması üçün 1-ə vururam, düzdürmü? Aha, Bəli. yerinə qoyuram. 50-dən çıxıram, 2-ni vururam 1-ə 2, çıxıram, 8-i 8-ə bölürəm, aldım 1. 50-dən 2-ni çıxıram 48, 1-ni çıxıram 47. Всё, bizim məsələmiz bax budur. Hı, başa düşdüm müəllimə. Dəqiq? 100%. Ay sağ ol. İndi səncə 18-i necə yazarıq? Bax bu mən promoy açım yoxsa belə köçürüm? Açsam başa düşəcəksən? Bəli, başa düşəcəm. Bax, A, B-ni yazsam, 10A, üzərinə gəlsin B yazıram. Çıx. Bu hissədə 10B plus A-da, amma qarşıdakı mənfi onu çıx eləyəcək. Yəni 10B çıxılsın A. Bölünsün. A çıx B plus A plus B bərabərdir 21-ə. A-dan A-nı çıxsam olacaq 9A, çıxılsın 9B. Bölünsün A minus B. Plus A plus B bərabərdir 21-ə. Buradan 9-u bax mötərizə xaricində çıxarsam, 9 vurulsun A çıxılsın B eləyəcək bu hissə. Bəli. Sonra bu A minus B ilə bu məxrəc ixtisar getsə, yerdə 9 qalırmı?
Bəli. A hesablayaq. Olacaq 9 plus A plus B bərabərdir 21-ə. A plus B də bərabərdir 21-dən 9 çıxacaq. Neçə eləyəcək? 12-yə. Bizdən nə istəyir Vəfa? Deyir ki, AB iki rəqəmli ədədlərin sayını. Yəni mən elə bir rəqəm tapmalıyam ki, bunların cəmi bizə 12-ni versin. Bax, belə bir şey çəkirəm. Burada yazıram ki, bunların cəmi bizə 12 verməlidir. Axı ədədlər 9, 1, 0, 9 arasında yerləşir, düzdür? Mən Bəli. dokudan böyük tapa bilmərəm. Məsəl üçün, nə yaza bilərəm? 12-nin verilməsi üçün. Tutaq ki, bax, 1, 11 yazsam, B-nin yerində 11 ola bilməz axı, düzdürmü? 2, 10 yazsam, B-nin yerində ola bilməz, çünki 10 rəqəm deyil. B-nin yerində 3 yazsam, A-nın yerində 3 yazsam, B-nin yerində 9 yaza bilərəm də, düzdürmü? İxtiyarım var. Sonra A-nın yerinə 4 yazsam, B-nin yerinə 8 yazaram, düzdür? Bəli. A-nın yerinə 5 yazsam, B-nin yerinə 7 yazaram. A-nın yerinə 6 yazsam, B-nin yerinə 6 yazaram. A-nın yerinə 7 yazsam, B-nin yerinə 5 yazaram ki, bunların cəmi 12 versin. 8, 4 yazaram, bir də 9, 3 yazaram. Bunları bildin nəyə görə yazdım? Bəli, bəli. Niyə yazdım? Cəmləri 12 olsun deyə. Ay, sağ ol. Bizə də nə istəyir? Bunların sayını istəyir. Sayı neçə oldu? 1, 2, 3, 4, 5, 6, 7. Yəni bunlar bu deməkdir. 3, 9, yəni 39 deməkdir. 48 deməkdir. 57, 66, 75, 84, 93. Bu ədədlərin də cəmi sayı oldu 7. Bəli, başa düşdüm. Əla. Sonra 19 da yeni tipli suallardandır. Uy. Ekrana əlim dəydi, getdi. Bir dəqiqə. Aha. Ekranı görürsən indi? Bəli. Aha. Bax nə deyir burada? Deyir 3 rəqəmli ədədin 1%-i onun rəqəmləri cəminə bərabərdir. Ədədin 1%-ni tapmaq nə deməkdir? Nə deməkdir? Bu faiz bölməsindədir. Ədədin faizi, ədədi faiz göstərən ədədə, yəni ədədi 1-ə vururuq, bölürük 100-ə. Bax, məsəl üçün, burada yazıram ki, A-nın 5%-ni tap. A-nı vurursan 5-ə, bölürsən 100-ə. Məsəl üçün, deyirəm ki, B-nin 25%-ni tap. B-ni vuracam 25-ə, böləcəm 100-ə. Aydın oldu? Bəli. İndi burada 3 rəqəmli ədəd verib. Amma mən o 3 rəqəmli ədədin neçə olduğunu bilmirəm axı. Bununla görə A, B, C kimi götürdüm. Düzdür? Bəli. Bunun 1%-ni tapmaq, elə bunu 1-ə vurub 100-ə bölmək deyil. Bəli. Deyir ki, indi ədədin 1%-i onun rəqəmlərin cəminə. Yəni ədədin rəqəmlərin cəmi A plus B plus C-ni verəcək. İndi mən buradan tapmalıyam. Bax, bu ABC hissəsini açıram. 100A üzərinə gəlinsin 10B üzərinə gəlinsin C. Bölünsün 100 bərabərdir A plus B plus C. Mən bunu məxrəcdən azad etmək üçün çarpaz vursam, vura bilərəm də, düzdür? Bax, fərz elə ki, bunun tutaq ki, məxrəci 1-dir də. Bunu belə çarpaz vuraram. Olacaq onda 100A üzərinə gəlinsin 10B üzərinə gəlinsin C bərabərdir. İndi 100-ü vururam bu hissəyə. 100-ü vuracam A-ya, olacaq 100A. 100-ü vuracam B-yə, olacaq 100B. 100-ü vuracam C-yə, olacaq 100C. Bu hissədə nə aydın olmadı Vəfa? Mənim 100A, o bu 10B idi vurdunuz. Hansı bu hissə? Elə bir ki 100A üstə gəlsin, 10B üstə gəlsin C-də. Bəli, bu ABC-nin açılışı idi. Bax, bunu 1-ə vurdum, olduğu kimi qaldı. Axı ədədə 1-ə vuranı ədədin özü eləyir. Hə, başa düşdüm, başa düşdüm. Sonra bu 100-ü də vururam digər tərəfə. Tənasibdir də çarpaz formada bir-birinə vurdum. İndi bunları hesablayıram. Bax, bu 100A-dan 100A çıxsın, olsa 0 eləyəcək. Bu getdi. Bax, burada da deməli 100B-dən 10B-ni çıxsam, olacaq 90B. 100C-dən bir dənə C-ni çıxsam, olacaq 99C. Bərabərdir 0-a. Düzdür? Bəli. İndi ədəd nə zaman 0 olar? Bizə deyir ki, bu ədədlərin ən böyük qiyməti ilə ən kiçik qiymətinin fərqini tap. Bax, bu ədəd nə zaman 0 olar? Gərək B ilə C 0 olsun ki, bunların da fərqi 0 olsun da, düzdür? Başqa mən buradan 0 necə ala bilərəm ki? Deməli, bax, burada B də 0-dır, C də 0-dır. Düzdürmü? Bəli.
İndi mən bu formada A, B, C-nin yerinə mən sıfırlarımı qoysam, olacaq A, 0, 0. Düzdür? Bəli. İndi mən burada ən böyük qiyməti tapmalıyam. Bir də ən kiçik qiyməti tapmalıyam. Kiçik qiymət bizdə, yəni mən A-nın yerinə 1 qoya bilsəm, onda 100 olacaq da. Ən kiçik üç rəqəmli də 100 olur. Düzdürmü? A-nın yerində Bəli. ən böyük qiymət 9 qoysam və A-nın yerinə 1 qoyuram, bir də 9 qoyuram. 9 da qoysam 900 olacaq. Bu da onun ən böyük qiymətini alır. Elə deyil? Bəli. Bildiyin niyə görə qoydum? Və B, C-ni tapdım, A-nı tapmadım. Mən tapmalıyam ki, A-nın yerinə nə qoysam ən böyük, nə qoysam ən kiçik qiymət alıram. Yəni A-nın yerinə ən kiçik 1-i qoya bilərəm, alıram 100. 100 üç rəqəmli ən kiçik ədədi aldım. Birdən A-nın yerinə maksimum 9 qoya bilərəm ki, o da 900. Bunu da ən böyük qiymət almış oldum. Düzdürmü? Bəli. Bizə bu ədədlərin fərqini istəyir. 900 çıxılsın 100, o 100 bizə bəli. verəcək 800. 300. Aydındır? Nə aydın olmadı? Bəli. Yo, başa düşdüm. Mən 3 dənə, 4 dənə bölməni vermək istəyirdim natural ədədlər bölməsinin. Görüm çatıra biləcəmmi izahı. Sonra 26, 27-nin izahını verim. Artıq birinci bölmənin izahı qurtarır. Deməli 26-cı suala bax. Nə deyir bizdə? Deyir ki, bax bunu mən bir dəfəlik açıram. Heç yazmıram. Bunu biraz qaldırım yuxarı. Aha. Bax deyir ki, AB. Bu açılsa olacaq 10 A, üzərinə gəlsin B. B-yanı da açsam olacaq 10 B, üzərinə gəlsin A. Aynen B olduğu kimi qalır. Kiçikdir 84-dən. Bunu hesablasam 10A plus A plus A. 12 A eləyəcək bizdə. Hı -hı. Sonra 10B, B, B. Bu olacaq 12B. Kiçikdir 84-dən. Mən burada 12-ni mütərizə xaricdən çıxarsam, olacaq A plus B kiçikdir 84-dən. 84-dən də 12-ni bölsəm, neçə olacaq? 7 olacaqmı? Bəli. Aha, gör bizə nə istəyir məsələdə? Deyir ki, AB hasilinin ala biləcəyi ən böyük qiymət, bir də AB hasilinin ən kiçik qiymətinin cəmini istəyir. Mən fikirləşirəm ki, bax buradan A və B yazıram. Ən böyük qiymət nə ola bilər ki? Yəni, aynen belə elə toplamalıyam ki, burada ən böyük qiymət. Bax, bu şərti ödəyən ən böyük qiymət neçə ola bilər səncə? Yəni, aynen B-nin cəmi neçə ola bilər ki, ən böyük qiymət olsun? 6 olmaz. Yəni, aynen B-nin cəmi 6 olanda ən böyük qiymət olur da, düzdür? Bəli. Deyil, niyə? Çünki 7-dən 1 vaid kiçik, ən böyük ədəd 6-dır, düzdürmü? Bax, ona Bəli. görə. İndi mən elə ədədlər seçməliyəm ki, burada onların cəmi, həmin o ədədlərin cəmi bizə 6-nı versin. Məsəl üçün, A-nın yerinə tutaq ki, 1 qoysam, B-nin yerinə 5 olur. A-nın yerinə 2 qoysam, B-nin yerində 4 olur. A-nın yerinə 3 qoysam, B 3 olur. A-nın yerinə 4 qoysam, B 2. A-nın yerinə 5 qoysam, B 1 olur. Deyir ki, bunun hasilinin ən böyük qiyməti. Bax, 1-i 5-ə vuranda, buradan 5 aldım. 2-ni 4-ə vurdum, 8 aldım. 3-ü 3-ə vurdum, 9 aldım. 4-ü 2-yə vurdum, 8 aldım. 5-i 1-ə vurdum, 5 oldu. Burada ən böyük hasil hansında alındı? O, ən böyük hasil 9-da 3 Ay, vuram. sağ ol. Yəni A-nın 3, B-nin 3 olan halında hasil 9 aldım. Deməli, AB hasilinin ən böyük qiyməti neçə oldu? 9. Bax, buraya yazdıq 9. İndi mənə lazımdır ki, AB hasilinin ən kiçik qiymətini tapım. Səncə, bax, burada A plus B-də, bax, bu yazılan ən böyük qiymət. Səncə, A plus B-də bu şərti ödəyən ən kiçik qiymət neçə olar? Ən Natural ədədlərdə üçün. kiçik. Bax, məsələn, 7-dən kiçik 0 var, 1 var, 2 var, 3 var, 4 var, 5 var, 6 var. Düzdür? Bax, Bəli. 0-dan 6-ya qədər. Demək ki, 6 ən böyüyüdür. Düzdürmü? 0 yaza bilmərəm. Çünki aynen B-yə 0 versəm, axı bu natural ədəd ola bilməz. Elə deyil? Bəli. 1 Ay, verəcək. bəli. Deməli, ən kiçik qiymət də olacaq 1. Yəni, aynen B-nin cəmi olacaq 1. Aydındır mı? Bəli, bəli, başa düşdüm. Ay, sağ ol. Yəni A da 1 olacaq, B də 1 olacaq. Ona bunun cəmi 2. Bəs onda A da B-dirsə, B də 1-dirsə, bunların hasili neçə olacaq? Elə 1. Deməli, ən kiçik qiymət də 1-dir. Biz yenə bunların cəmini istəyirik. Yəni 9 plus 1 bizə verdi 10. Gördün, əslində fikirləşəndə, yazanda
Çox sadə misallardır. Yeni əlavə olunsa da çox sadədirlər. Başa düşdüm. İndi isə gəlirəm, bax nə istəyir bizdən? 27-ci sualda. Deyir ki, məsəl üçün mən bunları oturub hesablaya bilmərəm də, çünki çox böyük rəqəmlərdir. Elə deyil? Mənim vaxtım gedər. Bunların daha qısa yolu var. Bax, birinci tapıram 12-nin qüvvətini, sonra 7-nin qüvvətini, sonra 19-un qüvvətini. Və bunların qaydası necədir? Burada 12-nin qüvvəti kimi baxmırıq. Ən son qiymət hansıdır? 2-dir, düzdürmü? 2-nin qüvvəti kimi hesablayıram. Məsəl üçün 19 üstü 25 deyil. Burada 19-un qüvvəti kimi yox. Ən son rəqəm hansıdır? 9-dur. 9-un qüvvəti kimi hesablayıram. Və birinci bunun izahına baxanda sənə çətin gələcək. Amma evdə məşq eləyəsən, məşq eləyəndə sənə əlin öyrəşəcək. Dedik ki, burada ən son qiymətə baxıram. Yəni 2 üstü 223-ə baxırıq. Düzdür? Yəni burada ancaq ən son qiymətlərlə işləyirəm. Bunun qaydası necədir? Fikir ver, Mehriban deyəcəkdim, Vəfa. Mən ekrana bax. Bax, 2 üstü 1 yazıram, 2. 2 üstü 2 yazıram, 4. 2 üstü 3 yazıram, 8. 2 üstü 4 yazıram, 16. 2 üstü 5 yazıram, 32. Amma bunların sonuna fikir verirəm. Bizim işimiz burada ancaq sonlarlandır. Məsələn, 2 üstü 6 yazıram, 64. Son 4 nəndir. Səncə burada dövr eləmir? Bax, 2, 4, 8, 6, 2, 4. Gördün? Bax, bu isə təzədən dövr davam eləmirmi? Bax, 2, Bəli. 4, 8, 16 gəlir. Sonra təzədən yenə 2, 4 gəlir. Elə deyil? Bəli. Deməli, 4 dəfədən 1, və yazılır bu, 4 dəfədən 1 dövr davam eləyir. Yəni, təkrarlanır. Dövr olur. Yəni, təkrarlanır. Bunları evdə videoya baxa-baxa özünə qeyd götürərsən, yaxşı? Yaxşı. Təkrarlanır. Onda bax, mənim dövrlərimin sayı 4-dür. Qələmim gəlsin. Dövrlərimin sayı 4-dürsə, mən bu qüvvət ki var, 223. Onu bölürəm 4-ə, qalığı tapıram. Burada da qalıq neçə eləyir? Mən telefonla tez bölüm. Qalıq eləyir 3. Bax, biz buna qalığı tapıram. Deməli, 12 üstünə 223-ün son rəqəmi nə ilə bitdi? Yox, 3-dür. Deməli, bu 223, yazıram da buradan 2 üstü 3 olur 8. Deməli, bu ifadənin son rəqəmi 8 ilə bitdi. İndi buranı sən de mənə. Bir dəqiqə. Buranı silək. 7 üstü 56 necə yazaram? Bax, 7 üstü 56-da. Bayaq necə yazdıq? 7-nin qüvvətlərini yazdım ki, dövrü tapın. Yazılır. 7. 7 üstü 2, 49. Son 9-dan 7 bitir. Aha. 7 üstü 3. Bax, ona belə tapırsan. Bax, 9-u onsuz da hər dəfə biz 9-u 7-yə vurmuruq. Bax, 9-u 7-yə vursam neçə ilə qutaracaq? 3 ilə qutaracaq, düzdürmü? Bax, əvvəlki qiyməti neçə olduğunu da mən tapmağa axıt yoxdur. Vaxtımız gedir imtahanda. Ən son qiyməti lazımdır 3. Sonra 7 üstü 4-də. Ən son qiymət 3-dür axı. 3-ü 7-yə vursam, sonu 1 ilə bitəcək. Elə deyil? Sonra 7 üstü 5-də. Sonra 1 ilə bitib axı. 1-i 7-yə vursam, sonu 7 ilə qutaracaq. Deməli, fikir versən, dövr təkrarlanmır. 7, 9, 3, 1. Sonra təzə yenə 7 gələcək. Sonra təzə yenə 9 gələcək. Elə deyil? Bəli. Deməli, onda dövr neçə dənə oldu burada? 3 dənə. Niyə 3 dənə? 7, 9, 3, əstəğfurullah, 4 dənə. Ay, sağ ol, bax. Yazıram ki, dövrlərin sayı 4 dəfədir. Sonra neynədik biz bayaq? Sonra 7-ni vurduq 4-ə. Yox. Bu qüvvəti bölürəm həmin dövrlərin sayına. Tapıram qalığı. 56, Bu qalıq neçə eləyəcək? 56 4 tam bölünür axı. Qalıq burada 0 olur. Düzdürmü? Bəli. Sonra yazıram. Deməli, bu 7-ni yazıram. 7 üstündə 0 bərabərdir 1-ə. Deməli, 7 üstü 56-nın son qiyməti 1 ilə qutaracaq. Yəni, bu da buradan yazıram. Buranı da silim. Amma 19 üstü 25-i sən özün tam sərbəst də görün, başa düşdün. 19 üstü. Dedim ki, burada sonlara fikir verim. Yəni, 9 da mənim işim var. Necə yazıram? 9-un birinci gəlir kvadratı. 9-un üstü 1, 9. 9-un üstü 2, 18. 9-un üstü 9-un kvadratı 18 eləyir. Ayda 81 bağışlayın. Ay, sağ ol. Sonra? Sonra 9-un üstü 3 yazırıq. Amma
bunları bölməyin yerinə Yox. Bax, 9-un kubunu necə tapırıq? Onsuz bunun son 1 ilə bitib də. 1-ə 9 vuracağam. Əvvəl neçə olsa bilməsəm də, amma sonu bilirəm ki, 9 ilə bitəcək. Məsəl üçün 9 üstü 4-də 9 ilə bitir axı. 9-u bəli, 9-a vursam 81, yenə 1 ilə bitəcək. Düzdür? bəli. Deməli, dövrlərimin sayı neçə oldu burada? Burada dövrlərimin sayı 4 dənə oldu. Biz Fikir də verin, dövrlərin sayı 4-dən deyil axı. 4 də müəllim. Niyə? 9, 1, 9, 1. Gördün təkrarlanır. Neçə dövrdən bir təkrarlanır? 2 dövrdən bir. Ay, sağ ol. Bax, buradan sonra təkrarlanır. Deməli, dövrlərimin sayı oldu 2. Sonra neynədik? Hə, deməli, ondan sonra da 19-u böldük 2-yə. Yox, yox. 25 Ay, sağ ol. Bax, bu 25-i 25 böldüm 2-yə. Qalığı tapıram. qalıq da ki, bir saniyə. Qalıq 1 eləmir. Bəli. 24 dəfə düşür, qalıq 1. Sonra neyniyirəm? Sonuncu 19-un sonuncu qiymət 9 deyil. Mənim üçün sonlarlandır. Yazıram 9 üstü 1 olur 9. Deməli bu ifadənin də son qiyməti 9-dur. İndi hesablayıram, bax misalın özünü hesablayıram. 8-i vururam. Arada vurma işarəsi də burada. Bax. Arada vurma işarəsidir. Yəni buradan aldığım qiymət 8 idi. Buradan aldığım qiymət 1-dir. Buradan aldığım qiymət də 9-dur. 8-i vuracağam 1-ə, üzərinə gələcəm 9-u, bizə verəcək 17. Başa düşdüm müəllim. Aha. Bu da bizim birinci bölmənin izahı idi. Mən istəyirdim ki, bu ikinci bölməni də verim, çünki burada test azdır. Bir çeşidli natural ədədlərin onluq say sistemində yazılışın, Bəli. natural ədədlərin toplanması, çıxılması, vurulması, bölünməsi. Onu keçməmişəm, indi onu istəyirəm, izahını verim. Onu belə eləyək də. İndi mən çatdıra bildiyim qədər çatdırım, izahları verim. Sənin dərsin saat neçədədir? Mənim dərsim 2-də. Sənin saat neçəyə kimi vaxtın var evdə? Sabah Yox, indi. Onu demirəm. Yəni saat 2-yə nə vaxt çıxırsan evdən? 2-yə 15 dəqiqə qalmış. Şəhərliyə gedirəm. Hara gedirsən? Şəhərli, Gənclər şəhəri. Burada kimə? Vəfa müəllimi var, tarix. Bilmirəm. Mən də orada qalıram da. Gənclər şəhərində. Hə. Prosta kursda oluram deyə. Kursa mən biraz tez gəlirəm. Magistrlara dərsim olur səhər növbəsində. Sizə bağlısınız. Yox, mən bura gəlmişəm. Hə, lap yaxşı. Hə, nəysə. Şəxsi məsələlərimiz videoya düşür. Bağışlayın. Heç nə olmuyor. Onsuz da gizli eləyirik. Hə, demək necə eləyək? Mən bunların izahını tam verim. Məsələn, indi 2 dənə bölmənin izahını versəm, 2 dənəsinin də izahını mən videoya çəksim, atsam sənə, baxarsan evdə ki, geri qalmayaq. O sən qoşulmadığın yarım saatın cəzası. Siz indi video çəkib atsınız, mən yazarım. Aha. 5-ci sualda nə deyir? Bax, deyir ki, 2 natural ədədin cəmi 474-dür. Onlardan birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm silinirsə, ikinci ədədlə eyni olur. Məsəl üçün, deməli, bu iki rəqəmin ədədə neçə olduğunu bilmirəm axı. A, B kimi göstərirəm, düzdürmü? Deyir ki, bunun sonu 1-lə bitir. Amma deyir, əgər mən bu 1-i silsəm, həmin ədədlə bərabər olacaq. Ona mənim bir ədədim AB 1, bir ədədim də AB deyil. Bəli. Burası bildiyin nəyə görə belə yazdım? Çünki deyir ki, əgər bu 1 olmazsa, həmin ədədin özü alınır, yəni AB alınır, əvvəlki qiyməti özü alınır. Fikir ver. Deyir, onlardan birinin axırıncı rəqəmi 1-dir. Əgər bu rəqəm silinərsə, ikinci ədəd alınır. Yəni AB alınır. Şimdi baxaq gör nə deyir. Ona biri olacaq AB 1. Bunların cəmi. Bunların nə isə bizdən fərqini istəyir. Bir də A. Bir də səhv yazdım burada. A, B olmalıdır. Demək olacaq A, B 1. Biri də çıx A, B. Bu bizə fərqini istəyir. Sən də mən bunu toplayanda 474-də bizə məsələn özü verir ki, bu iki ədədin cəmi 474-dür. Düzdür Vəfa?
Bəli, O məmə. zaman sənin fikrincə burada A ilə B neçə olar? Yəni 1-in üzərinə neçə gəlir bəlkə 4 eləyib? 3. A, demək onu mənim B'lərim 3-dür. Bəs 3-ün üzərinə neçə gəlsəm 7 eləyər? 4. Ay, sağ ol. Tapıram ki, o da mənim A-yım 4-dür, B-yim də 3-dür. Gətirirəm yerinə qoyuram. Olacaq bu ədədlərim 431, bir ədədim də olacaq 43. Bizə də bunların fərqini istəyir. Bunların da fərqi 388, yəni D variantı. Aydındır? Məmə, elə rahatlasan izah eləyirsiniz ki, aydın olmamağa qeyri-mümkündür. Çox sağ ol. Sonra bu da eyni tiplərdəndir. Bu da eyni. Gəlin ona baxaq. Aha, Bax, onda nə deyir? Bax, deyir ki, cəmi 2500 olan iki natural ədəddən birinin sonuna 7 rəqəmini əlavə edirik, digərinin sonundan 6 rəqəmini silirik. Ona bu ədədlər bərabər olur. Ona səncə, bax, mən bu ədədlərin, bax, burada 2500 ədədlər 2500 alınıb da, iki ədədin cəmi 2500-dür. Bax, məsəl üçün, bunlar biri tutaq ki, 3 rəqəmli ədəddir, birdən bir rəqəmli ədəddir. Səncə bunların cəmi bizə 2500 verə bilər? 4 rəqəmli ədəd ola bilməz axı. Uzağı toplasan 3 rəqəmli ədəd olar, düzdür? bəli. 4 rəqəmli ədəd almaq üçün biri yəqin 4 rəqəmli ədəddir, biri. Biri də 2 rəqəmli ədəddir ki, bunları toplayanda maksimum bizə 4 rəqəmli ədəd versin. Bildin nəyə görə yazdım? Başa düşdüm. Bəli, bəli, bəli. Dəqiq və bu hissəsi vacibdir. Bəli, məmə, başa düşdüm. Ay, sağ ol. İndi görək nə deyir bizə şərtdə. Deyir ki, bunlardan birinin sonuna 7-ni yazsam. Məsəl üçün, 7-nin yerinə, D-nin yerinə tutaq ki, mən 7 yazsam, digərindən də 6 rəqəmini silsəm, digərindən 6 rəqəmini silsəm, deyir ki, ona bu ədəd bərabərləşir. O zaman bir belə yazaq. Bax, məsəl üçün, biri olsun, bu qalsın heç qıraqda. Biri olsun, tutaq ki, A, B, C, biri də olsun A, B, C, D. İndi nə deyir? Deyir ki, bax, birinin sonuna 7 rəqəmini əlavə eləyirəm. Məsəl üçün, tutaq mən bu AB-nin yerinə tutaq ki, bu 7 rəqəmini yazsam, məsəl üçün deyirəm, seri mən 7 adlandırsam. Deyir ki, birinin də sonundan 6 rəqəmini silsəm. Məsəl üçün, D 6-dır. Mən bu 6 rəqəmini silsəm, ona bu ədədlər bərabər olmur. Olur. Gördün? Onda mən təyin etdim ki, mənim C-lərim nədir burada? 7. Ay, sağ ol. Yəni, mənim əvvəlcə ədədim demək, biri AB 7 imiş, biri də AB 7 6 imiş ki, buradan 6-nı silsəm, həmin ədədlər bərabərləşir. Bu isə aydın oldu. Bəli, məmə. Ay, sağ ol. Bunlar bizə həmin ədədləri təyin etmək üçün verilir. Yoxsa mənim bu ədədlərin biri AB-dir, biri də AB 7 6. Axı, əvvəlcə mən sənə demişdim ki, burada biri 4 rəqəmli ədəd olmalıdır, biri də 2 rəqəmli ədəd olmalıdır. Düzdür? Bəli, bəli, bəli. Ay, sağ ol. Bunu mən təyin etdim. Bunu bizə veriblər ki, mən buradan C-ni tapa bilim deyə ipucu veriblər. Deyir ki, bunların da cəmi 2500-dür. Yox, mən bunların cəmi tapıram. Bu formada yazıram. AB 7 6-nın üzərinə gəlirəm AB-ni. Bizə verir 2500. Mən 6-nın üzərinə neçə gəlsəm, sonu sıfırdan bitər. Sıfır. Yox, 6-ın üzərinə 0 gələndə 0 eləyir. Yox, yox. 6-nın üzərinə neçə gəlsəm, sonu sıfırdan bitər. 4. 600, ay sağ ol. Demək, mənim burada beyim 4-dür. Bax, 6-nın üstünə 4 gəldim. 10, 1 yadım. 1 yadım var. 7-nin üzərinə mən neçə gəlsəm, onun üstə 1 gəlsəm 0 eləyər. 2 olmaz. 7 üzərinə 2 gəlirəm, 9. 1 yadda 10. Gördün, sonra 0-dan bitdi. Aha. Ay Bəli. sağ ol. Gördün, A, B-mi təyin elədim. Yəni A-yım oldu 2, B-yim də oldu 4. Gəlirəm Başa burada yerinə qoyuram. Mənim bir ədədim nə idi? bir ədədim. AB, həm o AB ədədi soruşur da bizdən. Mənim Bəli, ədədim bəli. AB deyildi. Oldu mu bu ədədim 24? Ayım 2, Bəli. beyim də 4. Bizə bunların cəmini istəyir. Olacaq 2 plus 4, 6. Başa İndi düşdüm. izah. Dəqiq. Bəli, bəli, 100%. Sonra mən bunun izahını verim. Bax, 14-cü sualda necə həll edirik? Bax, ümumiyyətlə bizim qaydamız var. 4y bərabərdir 7z-dən. Burada orta hissələr bir-birinə bərabərdir. Kənar hissələr də bir-birinə. Yəni, mən burada y 7 götürürəm, z-i 4 götürürəm. Yəni, y 7k-dır,
Z-də Hı hı. 4K-dır. Düzdür? Bizə Bəli, bəli. bunların ən kiçiyini istəyir deyə, ən kiçiyini istəyir deyə mən K-nın yerinə 1 qoyuram. Çünki axı ən kiçik qiymət 1-dir. Elə deyil? Bəli. Mən 7-ni 1-ə vursam, alacam Y-i 7, Z-də alacam 4. 4. Sonra deyir ki, x də bərabərdir 3z-ə. Yəni 3-ü vuracam 4-ə, alacam 12. Vsyo, Y-i aldım, Z-i aldım, x-i aldım. Bunların cəmi neçə elədi? 11, Bəli. 33. Bəli. 7 plus 4 plus 12 bərabərdir 33. Aydındır? Demək, qaydamız Bəli. nə oldu? Kənar hədlər bir-birinə bərabərdir, orta hədlər də bir-birinə. Yəni evim içi. Bax, fərz edək ki, Y-7 evimin içidir. Z-dən Bəli. də 4 evimin çölüdür. Çöllər qalır çöldə. Evim içi də mənimdir. Bəli, bəli. Başa düşdüm. Ay sağ ol. Sonra burada bir dənə fərqli sual 15-dir. 15-də deyək. Burada bayaq məsəl üçün biz həll eləyirdik ha. Birinci bölmədə. Mən sizə ipuçları vermişdim. Sən də burada hansı ipuçlarını istifadə edə bilərəm? Hansı ki deyir ki, bu ifadənin, yəni 5A plus 4B ifadəsinin ala biləcəyi ən böyük qiyməti tapın. Demək, bu ifadənin ən böyük olması üçün sizcə A ilə B də ən böyük olmalı deyil? Bəli, bəli. Düzdür də? Yəni bu ifadənin daha böyük qiyməti olması üçün A-nı da maksimum götürməliyəm, B-ni də. Onu yazıram ki, A-nın da ən böyük qiyməti, B-nin də ən böyük qiymətini tapmalıyam. Elə deyil? Bəli. Ay sağ ol. Hə. İndi fikirləş. Bax, burada mən, məsəl üçün, A-nı tapsam, burada A. Yəni, məsəl üçün, bu ifadədə baxıram ki, hansının kəmiyyəti daha böyükdür? Bax, biri 5A-dır, biri 4B-dir. Burada hansının əmsal daha böyükdür? 5-in olan. Yəni, A-nın əmsal daha böyük, düzdür? Bunun Bəli. mən, demək, ifadənin böyük olması üçün əmsal böyük olana baxıram ki, mən buradan A-nı tapa bilim. Fikir ver. Ona görə bu tənlikdə mən A-nı tapıram. Nəyə bərabərdir? 90 çıxılsın 5B, bölünsün 4 eləmir. Bəli. Bildin niyə yazdım onu? A bərabərdir 90 çıxsın 5B. Elə bil ki, düz bu tərəfə. Ay sağ ol. Bəli. İndi yaxşı bu sual verirəm ki, mən burada niyə A-nı tapıram, B-ni tapmıram? Bax, indi Ya dedim, izahını verdim. Nəyə A-nı görə? A-nı niyə tapırsınız? Çünki A bu tərəfdə izah elədiniz ki, əmsalı böyük Ay, olanı götürün. Allah, gördün, yaxşı qulaq asırsan, aferin. Ay sağ ol. Onda mən gəlirəm burada, A-nın yerinə, B-nin yerinə elə qiymət qoymalıyam ki, burada A ən böyük qiymət olsun. Onu mən burada B-nin yerinə mən ən kiçik qiymət qoysam, A-nın qiyməti böyük olmaz. Yəni mən 90-a nə Bəli. qədər ən kiçik qiyməti çıxaram ki, A-nın qiyməti daha böyük olsun. Bax, məsəl üçün, B-nin yerinə tutaq ki, 1 qoyuram. 1-i vuracam 5. Bax, məsəl üçün, B-nin yerini yazsam, burada 1 qoyum. 1-i vuracam 5-ə, 5. 90-dan 5-ə çıxsam 85. 4-ə bölünür. Bəli, bəli. Bölünmür axı, qalıq olur. Tam bölünmür. Bizə lazım ki, tam bölünsün ki, çünki A və B natural qiymətlərdir. Hə, hə. Olmur. Demək, B-nin bir halını almıram. B-yə 2 versəm, 5-i 2-yə vuraram 10. 90-dan çıxaram 10-u 80. 80-i bölərəm 4-ə, alıram 20. Gördün, 20. tam bölündü. Demək, B-nin hansı qiymət? B-nin 2 qiymətində A-nı mən 20 aldım. Düzdür? Bəli. Gətirirəm burada, yerinə qoyuram. 5-i vuracam 20-yə, üzərinə gələcəm, 4-ü vuracam 2-yə. Bu da bizə verəcək 108. Allah, başa düşdüm. Sonra, hə, 18 eynisidir. Bir də bunu mən tənliyin qururam, amma evdə işləyərsən. Prosta elbət tənliyin qurum. Deyək, 2 rəqəmli ədədin əvvəlinə və 2 rəqəmli ədədin neçə olduğunu mən bilirəm. Bilmirəm axı. Ona görə mən onu A və B kimi qeyd edirəm. Düzdür, Vəfa? Bəli, bəli. Deyək, bu 3 rəqəmli ədədin əvvəlinə və sonuna 1-i əlavə etsəm, həmin bu A-nın 4 rəqəmli ədəd əvvəlki bu AB ədədindən 21 dəfə böyük olar. Dəfə deyil, Bu yaz... vurur. Ay, sağ ol. 21-ə vururam. Gördün? Bəli. Bunu bayaq test kimi hesablayırsan. Baş. Həmçinin 19 da eynisidir. Demək, 2 bölmənin izahını verdim. Yerdə qaldı 2 bölmə. 2 bölmənin də axşam videosunu çəkim, YouTube-a yüklüyüm, göndərim sənə.